Yeni başlayanlar üçün 3 vacib tövsiyə eləyə bilərəm ki, həmin bu vacib tövsiyələrlə siz rahat qaydada satışlar əldə edə bilərsiniz. Birinci növbədə düzgün formada məhsul analizi eləməlisiniz. Çalışın məhsul analizi elədiyiniz halda problem həll edən məhsullar tapasınız. Bunun üçün də eBay Popular Shorts və eBay History'dən istifadə eləməyiniz daha tövsiyə olunandır. Nəyə görə? eBay Popular Shorts-da ən çox satılan məhsulları sizin önünüzə çıxardır. eBay History-də isə məhsulun nə zaman, kimlər tərəfindən, neçə ədəd alındığı sizə göstərir. Həmin siz bu proqramlar vasitəsilə məhsulun hansı aylarda daha da çox populyar olduğunu daha rahat formada görə bilirsiniz ki, məhsulun adını qısa və sadə dildə yazın ki, müştərilərin qabağına birinci, ikinci sıralarda çıxsın. Ən əsas nüanslardan biri isə mağazanızı aktiv saxlayın. Mağazanı necə aktiv saxlamaq olar? 2 gündən bir gündən bir məhsul listələməlisiniz ki, eBay-də görsün ki, siz mağazanızı aktiv saxlayırsınız. Hər yüklədiyiniz məhsulu birinci, ikinci sıraları göstərsin. Birinci, ikinci sıraları görsəndiyi halda sizin məhsulunuzun alınma potensialı 70-80%-də daha da yüksək olur. Üçüncü nüanslardan biri tədarükçini mütləq şəkildə doğru formada seçməlisiniz. Əgər tədarükçini yanlış formada seçsəniz, sizin mağazanıza çox böyük bir təsir göstərəcək. Bunun üçün də mən tövsiyə edəcəyim tədarükçilər var. Bunlar biri AliExpress, CJ Dropshipping, Doba kimi güvənli tədarükçilərdir. Ən əsası məhsulu almamışdan öncə həmişə mağazanın reytinqinə və müştərilərin verdiyi kommentlərə mütləq şəkildə fikir verməlisiniz. Daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, yorumları eBay və yaxud da ki, birbaşa biodakı nömrə ilə əlaqə saxlaya bilərsiniz.